Ritim varsa həyat var. Salam, hər vaxtınız xeyir olsun. Ritim varsa həyat var deyib proqramımıza başlayırıq. Bugün folklorumuzun qədim qolu olan söz sənətimiz meyxana və meyxananın ritmindən danışacağıq. Qonaqlarımızı sizə təqdim etməyə ehtiyac olmasa da mən istərdim bir daha onları sizə təqdim edim. Söz ustadları Kərim, Ağa Mirzə və Vahid Qədim. Hamınız xoş gəlmişsiniz. Meyxana qədim sənətdir. Əsasən Bakı kəndlərində və Abşeronda inkişaf edib. Bu sənətin tarixçəsindən danışaq. Niyə məhz Bakı kəndlərinin adı ilə bağlıdır meyxana? İstəyirəm bu suala bəs ətraflı cavab verim. Çünki sırf bu mənim apardığım, yəni mənim meyxana verilişim var, müəllifiyəm. Bizim efir məkanı, radioların birində 1 saatlıq verilişim var. Hər bazar günü Sözün Qüdrəti adlı veriliş. Və sırf meyxana ilə bağlılığı olduğu üçün mən çox şairləri, meyxancıların hamısını dəvət eləmişəm və təhqiqat da aparmışam. Meyxana sənətinin Abşeronla bağlılığı, Bakı ilə bağlılığı, yəni ümumiyyətlə sənətin özü aşkarlanması, bədahətən söz demək qabiliyyəti gedir çıxır 1850-ci illərə təsadüf edir. Ondan o yana xəbər verən yoxdur, tarixdə belə bir şey yoxdur. O da bağlıdır Bakı ilə, Bakının kətləri ilə, xüsusən də Maştağa kəndi ilə. Yəni neçə mən köhnə sənətkarların adını saya bilərəm. Atababa Hicri var. Yəni yaşayıb 19-cu əsrdə. Mirzə Bağır var, Bakıda şəhərdə anadan olub. Yəni bu haqda kitablar da var, kitablarda da yazılıb. 2 kitab var, meyxanalar və Abşeron meyxanaları. Orada da kitab yazanlar yazıblar ki, kimlər olub, kimlər olub, kimlər olub. Sırf Bakı ilə bağlıdır. Yəni Bakı ilə bağlılığı nədir bunun? Mənə kim desə ki, ya Bakıdan aşıq çıxıb. Bugünkü gün çalıb oxuyur. Mən elə biləm onun sənətinə siz də inanmazsınız. Çünki əvvəlindən torpaqda, bu torpaqda aşıq olmayıb. Aşığın da müəyyən zonaları var. Şirvan zonası və Qazax, Gəncədən o tərəfə Qazax Şəmkir zonasından gözəl nümunələr var, gözəl böyük sənətkarlar olub da Aşıq Ələsgərə kimi məsələn bilirik. Bəli, Göyçəm alınır. Və bu sənət də Bakı ilə bağlıdır. Xüsusən də bizim doğma kəndimiz Maştağa kəndi ilə bağlıdır. Yəni Bakının hər yerindən böyük sənətkarlar çıxıb. Məsələn Güzdəydən Məmməd Ağa olub. Sonra Ələkbər şahidimiz olub. Sonra Şovalandan Ələsgər olub. Şağandan Bəbir olub. Bəbir bəy Məmmədoğlu. Sonra, yəni bax, lap axırlara kimi gəlir çıxır. Dağıllardan Nizami Rəmzi olub. Sonra öz qohumları Nizaminin Səlim olub. Dağıllardan. Yəni daha kim məsələn? Ən axırıncı da ki, yəni ən populyarı bütün şərq dünyası tanıyır onu. Əliağa Vahid olub. O da Bakının Masazır kəndindəndir. Hələlik bu qədər. Meyxanada adı, sözü qalan ustadlar çoxdur. Onlardan kimlər bu sənətə nə gətirdilər? Valla öz belə yaşda da biraz kiçiyəm qardaşlarımla. Belə düşünürəm ki, yəni Əliağa Vahid, böyük qəzəlxan şairimiz öz qəzəlləri ilə yəni daha çox seçildi. Həmçinin bədahətən qəşəng söz deməyinə görə. Dəyişməni, ağlım kəsəni kasetlərdən qulaq asanı, dəyişməni olduğu kimi qüvvəsində saxlayan meyxanası Ağasəlim Çıllaq olub. Yəni öz dövründə onun kimi dəyişmə deyən düşünürəm ki, olmayıb. Bir-iki kasetlərə biz eşitdiyimizdən belə başa düşürük. Allah rəhmət eləsin Nizami Rəmziyə. Meyxananın musiqi ilə sintez, yəni vəhdət təşkilində Nizami Rəmzinin böyük rolu olub. Bir çox müğənnilər də bəli, Allah rəhmət eləsin, bütün ölüb keçmişlərə, qalanlara sağlıq versin. Yəni bir çox müğənnilər də onun yəni öz dövründə indiyəcən hətta tanınmış müğənnilərimiz var ki, onun yazdığı musiqilərə, yəni meyxana yaxın musiqilərlə ifa tərzində oxuyurlar.
normal şəkildə. Molla Məmməd olub. Məsələn, onu da itirmək olmaz. Gözəl qələmi olub. İndi də nə bilim, inkişaf gedirdi. Amma əsas natiq mən düşünürəm ki, meyxanada bədahətən söz deməkdir. Musiqili meyxana Nizami rəmzinin adı ilə bağlıdır. İndi də bir çox meyxanalar mahnı kimi oxunur. Buna münasibətiniz? Natiq, yəni mən Vahidin fikrindən razılaşmıram ki, birinci sözü dilinə Vahid gətirdi. Çox ustadlar özlərindən çox şov qoyub gediblər. Yəni, Ağasəlimdən qabağı da böyük sənətkarlar olub. Bayaq saydım ki, Atababa Hicri, Ağaüsən Əfsun. Ağaüsən Əfsun elə hazır cavab şairi olub ki, yəni oynan. Meyxana deməkdə Əli Ağa Vahid özü çətinliyi çəkib. Yəni, bunlar faktlar var, lent yazıları var. Mən bu lazım olsa bunları göstərə bilərəm. İkincisi, musiqili meyxana da Nizami rəmzinin adı ilə, sırf tək onun adından bağlamaq lazımdır. Mən Nizaminin, Allah rəhmət eləsin, mən onun... Çünki biz uşaq olmuşuq, çünki mənim özüm ondan haradasa bir ay, 2 ay rəhmətli ilə Allah rəhmət eləsin, işləmişəm də. Allah rəhmət eləsin. Mən onun zəhmətini danmıram. Amma qaldı ki, təkcə bu musiqini Nizamiyə bağlamaq və başqalarının zəhmətini yerə vurmaq da mənə bilən günah olar. Mən demək istəyirəm ki, Nizami Rəmziyə kimi də musiqili meyxanalar var idi. Yəni, istəyəm mən oxuyum, bir kağız oxuya bilərəm. Yəni, Ağasəlim Çıldağda var ki, o yandan maşın, bu yandan maşın, adam az qalır, itirsin başın. O yandan maşın, bu yandan maşın, adam az qalır, itirsin başın. Adam az qalır, itirsin başın. Yəni, bax, bu... Hər özüm bu meyxananın bir 60 il yaşı var. Yəni, Ağasəlim bunu sırf cavan vaxtlarında deyib. Sonra, Ağaüsən Əfsunda vardı. Yəni, mən bunu Ağasəlimdən eşitmişəm. Ay mənim Gülnara qızım, ay mənim Gülnara qızım, qurtarmısan inüs tuti, qalmısan avara qızım. Ay mənim Gülnara qızım, ay mənim Gülnara qızım. Bax, bu musiqili meyxanalardır da bunlar. Böyük sənətkarların heç birini unutmaq olmaz. Ona ən azı bizim ixtiyarımız yoxdur. Amma əsas hansı janrı kim inkişaf elətdirib, xalq daha çox kimi tanıyıb, elə də qəbul olunmalıdır. Bir də musiqili meyxana deyəndə, yəni bəzilər diksinir ki, musiqili, nə olacaq bu yəni? Bu insan yəni musiqi üstündə də meyxana deyə bilir. Yəni bacarırsa, burada heç bir eyb nöqsan yoxdur. Bu da yəni onun öz yoludur. Ancaq sırf meyxana istəyir kim nə oxuyur oxusun, yap mən oxuyum, yap qeyrisi oxusun. Hamı bunu bilir ki, dəyişmə meydana gəldi. Yəni meyxana meydana gəldi. Orada meyxana demək lazımdır. Orada daha musiqi rol oynamır. Sənətimizə hamısı rəğbət eyləsin, Vahidə də hamısı diqqət eyləsin. Haç Kazımə Allah rəhmət eyləsin, elə qocaman yadınıza gəlməz sizin. Köhnə zaman 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 yadınıza gəlməz sizin. Onda əsas üzdə həya ar idi, yaz gələndə ağaclarda bar idi, hər qapıda bir mağara var idi, el yığılan toy mağara var idi. O toy nişan yadınıza gəlməz sizin, o toy nişan yadınıza gəlməz sizin. Köhnə zaman yadınıza gəlməz sizin, köhnə zaman yadınıza gəlməz sizin. Yadınıza gəlməz sizin, köhnə zaman yadınıza gəlməz sizin. Mən də dözmüşəm sənətin kövrünə, ürəyim öyrəşibdir qupar qövrünə. Nəzər salaq köhnə qədim dövrünə, o beyləxan yadınıza gəlməz sizin. O beyləxan yadınıza gəlməz sizin, köhnə zaman yadınıza gəlməz sizin. Köhnə zaman yadınıza gəlməz sizin, qurban olum Kərim sizin adınıza. Qulaq asın bugün bu ustadınıza, 20 il gələr sizin yadınıza. Yerdə qalan yadınıza gəlməz sizin,
Yerdə qalan yadınıza gəlməz sizin. Köhnə zaman yadınıza gəlməz sizin. Köhnə zaman yadınıza gəlməz sizin. Köhnə zaman yadınıza gəlməz sizin. Bir sualda bir cavaba var idi. Bir sualda bir cavaba var idi. Qədim viranə xaraba var idi. Hər qapıda at araba var idi. O tindalan yadınıza gəlməz sizin. O tindalan yadınıza gəlməz sizin. Köhnə zaman yadınıza gəlməz sizin. Köhnə zaman yadınıza gəlməz sizin. Hər kəsənin özünün evi eşiyi, hərə öz evinə özü çəkib keşiyi. Ağa Səlimin vardı qarə pişiyi. Seyr siçan yadınıza gəlməz sizin. Seyr siçan yadınıza gəlməz sizin. Köhnə zaman yadınıza gəlməz sizin. Pişiyi sıçanı gəlin qoyaq kənara. Amir səni bunlar qoyub avara. Yadınızdan çıxıbdı nağara. Heç balaban yadınıza gəlməz sizin. Heç balaban yadınıza gəlməz sizin. Köhnə zaman yadınıza gəlməz sizin. Köhnə zaman yadınıza gəlməz sizin. Köhnə zaman yadınıza gəlməz sizin. İndi nə var rahat ömür sürürsüz. İndi nə var rahat ömür sürürsüz. Maşına minib yerindən püskürürsüz. Nə yaxşı ki kinolarda görürsüz. Oxla kaman yadınıza gəlməz sizin. Oxla kaman yadınıza gəlməz sizin. Köhnə zaman 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 yadınıza gəlməz sizin. Vahidə qoy sen o vaxt söz deyərdi. Onların xətrin xalqamı istəyərdi. Onların xətrin xalqamı istəyərdi. Cumoda bazlar hündür daban giyərdi. O dik daban yadınıza gəlməz sizin. O dik daban yadınıza gəlməz sizin. Köhnə zaman yadınıza gəlməz sizin. Köhnə zaman yadınıza gəlməz sizin. Oturun solunda, çünkü onun qüvvə olur bolunda. Meyxanalı desəsəgə öz yolunda. Başqa güman yadınıza gəlməz sizin. Başqa güman yadınıza gəlməz sizin. Köhnə zaman yadınıza gəlməz sizin. Köhnə zaman yadınıza gəlməz sizin. Yaşlı əmləri, açılır onların dərdləri, qəmləri. Sahildə bax yelkənli o gəmləri. Onlar görüblər yelkənli gəmləri. Köhnə liman yadınıza gəlməz sizin. Köhnə liman yadınıza gəlməz sizin. Köhnə zaman yadınıza gəlməz sizin. Qaçıb soyuqda bürmüşsüz. Soyuqda da baş gözünüzü bürmüşsüz. Siz elə basim vurğun görmüşsüz. Siz basim ya vurğun görmüşsüz. Zərgər falan yadınıza gəlməz sizin. Zərgər falan yadınıza gəlməz sizin. Başqa zaman Yadınıza gəlməz sizin. Köhnə zaman yadınıza yadınıza gəlməz.
Doğrudan nağara ilə demək başqa şeydir ha. Niyə sintezatorla deyirsiniz? Bir soruşkinən ki, nağara ilə kim deyib? Nağara ilə mən demişəm meyxana. Allah canını sağ Nağara, olsun. qoşa nağara. Nağara ilə meyxana demək çox meyxana deyənlər üçün çətindir. Nəyə görə çətindir? Bəli, mən sənə izah edeyim. Meyxana deyənlər var ki, 25 dəqiqə dalbadal bülbül kimi deyirlər. Bir dənə çaşmırlar, bir dənə dilləri çaş-baş vurmur, salır fonoqramanı ora, yalandan ağzını tərbətir. Buna görə. Nağara ilə meyxana demək... Nağara nə olar mən bir dənə də deyim, niyə deyə bilmirlər? Bəli. Çünki nağarada orta qıraq zərbələr var. 6-8-in melodiyası var. Birinci udarla 5-ci udar 6-da pauzaya gedir də. Onun məsafəsini dəqiq əruz vəzini yerləşdirə bilmirlər. Sintezatorda amma miravoy bir ritim var, ikilik deyə. 1-2, 1-2, 1-2, 1 taka 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 taka. Buna nə istəsən sözdə, ritimdə yerləşdirmək olur. Bax, ona görə sintezatorla demək rahatdır, nağara ilə demək çətindir. Yaxında lap kaseta da buraxdım. Özdə avazla zadla demədim. Hələ bayaq tutduğumuz yolla belə bir şey demişdim ki, o vaxtları əntiqə çağ var idi, həyata tamam başqa maraq var idi. O vaxtları əntiqə çağ var idi, həyata tamam başqa maraq var idi. Problem azdı, gözümüz tox idi, maşınla bağlı işimiz çox idi. Amma o vaxt bu qədər maşın yox idi. Ərəbə vardı, at qazalaq var idi. Ərəbə vardı, at qazalaq var idi. O vaxtları əmtiqə çağ var idi. Hə, Natiq, bax, biz belə şeylər aparırıq. Mənə elə gəlir, ritim sürəti aşağı olanda demək hasand olur. Rahat olur, nəyə görə fikirləşməyə vaxt olur. İndi gəlin bir dənə sürətli ritim götürək. Görə ritmi çatdıra biləcək, siz də sözü. Değişmə də belə desək. Allah saxlamlar ritmi yox, bizə nə desən çatdırarlar, qəşəng sənətkarlardılar. Sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli olsun. Sözün başıma gedim sənə sadağa, pərvanə tək dolan ginən çırağa. Biraz da ritmi ver ginən qabağa. Dinləyənlər üçün də ləzzətli olsun. Dinləyənlər üçün də ləzzətli olsun. Sözün gərək ritmi sürətli olsun. Hər şairən sözdə yarışmıram mən. İncinmişəm əgər barışmıram mən. Natiq sənin işvə qarışmıram mən. Necə bilirsənsə məsləhətli olsun. Necə bilirsənsə məsləhətli olsun. Sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli olsun. Bunlar mənim üzmə bu cür gülərdi. Bunlar məni ilə danışıb dinərdi. O vaxt mənim xalam bibim deyərdi. Boyun kesək kəlləsi əhdi olsun. Boyun kesək kəlləsi əhdi olsun. Meyxanamız boyun. Sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli olsun. İcazə veribdir ki değişməyə. Süzdə başlayın bura girişməyə. Başlayaq biri-birinə ilişməyə. Bircə şərtlə ki mərifətli olsun. Bircə şərt ilə mərifətli olsun. Sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli olsun. Oğul odur sözünə əməl edəndə, zərrə qədər ağrı yoxdur bədəndə. Kərim hansı toy nişana gedəndə, məndən süfdə al bərəkətli olsun. Məndən süfdə al bərəkətli olsun. Sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli olsun. Kərim yerbi degişmək istəyirsən. Durub deyəsən sürüşmək istəyirsən. Qardaşıva ilişmək istəyirsən. Adam gərək bir dənə sifətli olsun. Adam gərək bir dənə sifətli olsun. Söz deginən sözün ləzzətli olsun. Bu da sizinlə mənim söz savaşımdır. Bu da mənimlə sizin söz savaşımdır. Bunlar həm həmkarım, həm sirdaşımdır. Harda yaxşı oğlan var qardaşımdır. Fərqi yoxdur şəhərli kətli olsun. Fərqi yoxdur şəhərli kətli olsun. Sözün gərək ritmi sürətli
sürətli olsun. Ay sözün gərək ritmi sürətli olsun. Bunları dindirirəm, əvvəl adamdı, biri laldı, o biri heykəl adamdı. Hoşuma gəlməyəndə tənbəl adamdı. İşi gərək hər an hərəkətli olsun. İşi gərək hər an hərəkətli olsun. Sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli olsun. Meyxanamız gəlir bugün mağamə. Mən ne diyeyim sənin kimi avamə. İlişirsən burada seyid adamə. Qənim sənə qoy onun cəddi olsun. Qənim sənə qoy onun cəddi olsun. Söz deginən sözün ləzzətli olsun. Söz deginən sözün ləzzətli olsun. Sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli olsun. Sən də ağa alışmamış yanansan. Belə deyirlər güya bilib qanansan. Sənə necə ilişim məgər tikansan. Sənə necə ilişim məgər tikansan. Söz gərək özü höcətli olsun. Değişmə gərəkdir höcətli olsun. Sözün gərək ritmi ləzzətli olsun. Sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli olsun. Mən bunları şuluq bazara salmışam. Mən bunları şuluq bazara salmışam. Çətin oyuna, çətin qumara salmışam. Aynati bunları avara salmışam. Bir həkim çağırın xələtli olsun. Bir həkim çağırın xələtli olsun. Sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli olsun. Ay Sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli. Üzmə bu günləri gülən yox. Bu vahidin sözünü burada bilən yox. Həkim ne üçün gəlsin ada ölən yox. Adam gərək yaxşı niyyətli olsun. Adam gərək yaxşı niyyətli olsun. Söz deginən sözün ləzzətli olsun. Sözün gərək ritmi sürətli 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 olsun. Sabah adımı oxuyacaqsan qəzetdə. İş görgünən olsun hər bir cəhətdə. İş gərəkdir hər cəhətli olsun. İş gərəkdir ki hər cəhətli olsun. Sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli olsun. Qədim gülür üzvüzə o şərtdə gül. Çünki hələm meyxanada pərt deyil. Sənətkarlıq meyxanada şərt deyil. Gələydi şair mərifətli olsun. Gələydi şair mərifətli olsun. Sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli olsun. Söhbəti vardır bizim əmxananın. Ləzzəti başqadır o toyxananın. Nağara olsun bizim bu meyxananın. Bir dənə yolu bir dənə xəttli olsun. Bir dənə yolu bir dənə xəttli olsun. Söz deginən sözün ləzzətli olsun. Söz deginən sözün ləzzətli olsun. Kərmi sözün əsari ətiqəsi. Qısıldır demək onun dəqiqəsi. O kəsə verilə şəxsiyyət vəsiqəsi. Gərək özündə bir şəxsiyyətli olsun. Gərək özü də bir şəxsiyyətli olsun. Sözün gərək ritmi sürətli 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 olsun.
ol ki bu aləti əsdirirsən, bir balada sözümüzü kəsdirirsən, natiqərdən bizi tələsdirirsən, gələkdir veriliş sujetli olsun, verilişlə maraqlı sujetli olsun. Çalğı yeri toyxana olmaz bala, çalğı yeri toyxana olmaz bala. Bunlar mənimlə yan yana olmaz bala. Hər deyilən meyxana olmaz bala. Meyxana gərək keyfiyyətli olsun, söz də gərəkdir keyfiyyətli olsun. Sözün gərək ritmi sürətli olsun, sözün gərək ritmi sürətli olsun. Sözün gərək ritmi sürətli olsun. Söz dedin Bu sürətlə demişdiniz. Bir dəfə demişəm mən Natiq. Amma qaldı ki, Amma çətindir. çətindir, amma Çox çətin. bir şey də var. Sözləri çatdırmaq və yerində oturtdurmaq. Bir şey də var da. Bir şey də var. Allah böyük şairimiz Əli Ağa Vahidi rəhmət eləsin. Deyir ki, zənn etmə qananlar səni səndən natarazdır. Yəni sən elə fikirləşməklə ki, sənə qulaq asanların da beyni sənin kimi düşürür, tez qavlayacaqlar. Yəni söz o qədər aydın şəkildə çıxmalıdır ki, ağızdan. Qulaq asan da başa düşsün də səni. Meyxana şifahi xalq ədəbiyyatının bir qoludur. Dastanlar, bayatılar, nağıllar bu günümüzə gəlib çatıb. Amma qədim meyxanalar qalmayıb. Sizcə buna səbəb nədir? Birinci səbəb elə bayaq o həmin mövzuda danışdıqlar. Ritm nağara məsələn göz ki biz sintezatordan istifadə edirik. Göz ritmdə yəni məsələn meyxana deyəndə boşluq vermək olmur. Çünki ritm tələb edir deyəsən. Amma sintezator da rahatdır da, dincəl özün üçün. Biraz işimizi də asanlaşdırır, ancaq göz qədimliyindən çıxır. Necə deyim valla? Amma indiki meyxana qədim meyxanadan daha sürətli, daha itiləşib. Çünki hər şey inkişaf edildikcə mövzular da artıb. Mən telefondan məsələn söhbət gedə bilər, maşından gedə bilər, bədahətən söhbətlər də, yəni efirdən gedə bilər. Nədənsə mövzular artıb, gördüyümüz hər şey artıb. Yəni meyxana özü də indi çətindir. Ağa Mirzə, qəzəldən meyxanaya keçmək asandır, yoxsa meyxanadan qəzələ keçmək? Vallahi mən buna deyim, sənə cavab verə bilmərəm. Qəzəl elə bir böyük sənətdir ki, elə bir ustalıq tələb eləyir ki, vallahi çox zamanlar çox meyxana deyənlər heç yaxınlaşa bilmirlər qəzələ. Hələ mən də olan sırasındayım. Dünyasını dəyişib bugün böyük sənətkar, böyük qəzəlxanımız Nardıranlı Hacı Mail demişdir rəhmətlik ki, Allah rəhmət bir eləsin. stat gətirmiş sözündən deyir ki, Maila çoxları istər, həvəs etsin qəzələ, hər kəsin karı deyildir, qəzəl icad eləsin. Yaznaməyə sözlərvi bizə gəlmə amandır. Yaznaməyə sözlərvi bizə gəlmə amandır. Saçlarıma düşüb qar məni görsən tanımazsan. Vaxt vardı sənə məndən əziz kimsə yox idi. Ey istədiyim yar məni görsən tanımazsan. Aldım sorağın sən məni pünhanı gezirsən. Xəlbətin ödü aşkar məni görsən tanımazsan. Saçlar ağarıb bel bükülüb diş tökülübdü. Gəl eyləmə inkar məni görsən tanımazsan. Hiss eyləmədin bircə kərəm üz üzə gəldik. Hiss eyləmədin bircə kərəm üz üzə gəldik. 1000 dəfədə təkrar məni görsən tanımazsan. Görməzsən Ağa Mirzəni bu məsləhətimdir. Eşqün elədi xar məni görsən tanımazsan.
uşaq vaxtı düşünmürsən dünya nədir? Yaş artdıqca dərk edirsən məna nədir? Dünya sınaq meydanıdır, yoxsa nədir? Hər kəs bunu inkar edər, insan deyil. Bu dünyanı dərk eyləmək asan deyil. Yaranmışdır saysız bədən, saysız sifət. Tək Allahın izni ilədir hər məsləhət. Min xəstəyə dərman verən Loğman fəqət. Əcəl vaxtı düşür başa Loğman deyil. Bu dünyanı dərk eyləmək asan deyil. Sən gündə 3 dəfə yemək yeyən bəndə, şükür etməyib ahu nalə deyən bəndə. Ey Allahdan var dövlət istəyən bəndə, bəs illərlə həzm etdiyin ehsan deyil. Bu dünyanı dərk eyləmək asan deyil. Şeytana daş atmış min müsafirlər, görmür onu lənət deyir vəsaillər. Dünyaya bax, ev yıxanlarla kafirlər. Məgər onlar axtardığın şeytan deyil. Bu dünyanı dərk eyləmək asan deyil. Biz məhbusuq, böyük zindandır yer üzü. Bu aləmdən sağ qurtulan yoxdur düzü. Ruhu dustaq edibdirsə cismin özü, yer üzündə hansı yerdir zindan deyil. Bu dünyanı dərk eyləmək asan deyil. Ömr eyləyən cəhalətlə, rəzalətlə, cinayətlə olar peşman. Cəmaətlə, xoş adətlə, ləyaqətlə ömr eyləyən peşman deyil. Bu dünyanı dərk eyləmək asan deyil. Meyxanalar hamısı 6-8 üzərində qurulur. Niyə İşte, 6-8 üstündə bədahətən deyirsiniz? Başqa bir sayda da olsun da. Mən səni başa düşdüm. Niyə mümkün deyil? Yox, elə var. Bəhri təbil olmasa demək olur biraz başqa ritmdə. Bəhri təbir deyirsiniz. O bəhri təbir nə deməkdir? Hekayə kimidir. Elə bir şeir kimidir, hekayədir. Amma oxuyursan gözə bölgülər var. Baxa, bağlantılar. Ahəstə ritim var at ayaqlarında, 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 ahəstə ritim var at ayaqlarında. Bu nə vaxtacan gedə bilər? Bu olmasa meyxana o da qurunda. Yox, əsrarla gəlir, üzr Ritmi dəyişəcək, onda meyxana olmayacaq. Burada 6-8 də var, 4-də 4 də var. Sən deyənə də mən 9-8 razıyam, də mən var. səninlə razılaşıram sən deyəndən. Biz qismət olar bir xarici bir ölkədə deyim, harasa deyim, yəni əcnəbilərin qarşısında həmən bu dəstə ilə, başda sən olmaqla, biz bu meyxananı ifa eləsək, elə dediyimiz meyxananı, mütləq o qeyri-millətə maraqlı gələcək. Meyxananı car eləyərik, darıxma, meyxananı car eləyərik, darıxma, hər sözü izhar eləyərik, darıxma, hər sözü izhar eləyərik, darıxma. Müsəlmansan eylə yenə şükrüvi, hərdən birdən də bax elə zikrivi. Natiq oxumuşam mən sənin fikrivi, nə qədər itim var eləyərik, darıxma, nə qədər itim var eləyərik, darıxma. Meyxananı car eləyərik, darıxma, hər sözü izhar eləyərik, darıxma. Hər sözü izhar eləyərik, darıxma. Tərif eyləmirik özümüzü, dünyada biz deməliydik sözümüzü. Lazım olsa kör eləyərik gözümüzü, qulağımızı kar eləyərik, darıxma. Qulağımızı kar eləyərik, darıxma. Bu boy sözü kar eləyərik, darıxma. Biz sözümüz kar eləyərik, darıxma. Lazım olanda gilərik meydana, natiq elə sözlərinə yan yana. Mağara ilə biz deyərik meyxana, qalanı da vadar eləyərik, darıxma. Qalanı da vadar eləyərik, darıxma.
Meyxananı car eləyərik darıxma. Meyxananı car eləyərik Eləyərik darıxma. Şirin şirin biri-birindən deyişərik. Gücümüz hansı işə çatarsa girişərik. Sənlə meyxananın ritmin deyişərik. Daha da populyar eləyərik darıxma. Daha da populyar eləyərik darıxma. Biz sənə ticar eləyərik darıxma. Düz sözü ishar eləyərik darıxma. Ağıl olar köməyimizə bax gələr. Hər insan üçün bu cür tac taxt gələr. Ustadlardan neysə qalıb bax gələr. Biz də yadigar eləyərik darıxma. Biz də yadigar eləyərik darıxma. Düz sözü ishar eləyərik darıxma. Meyxananı car eləyərik darıxma. Meyxananı sizlərlə bölüşərik. Bizim vurarsız orada ötüşərik. İspeyisdə tez-tez çıxıb görüşərik. Xalqı xəbərdar eləyərik darıxma. Xalqı xəbərdar eləyərik darıxma. Meyxananı car eləyərik darıxma. Meyxananı car eləyərik darıxma. Meyxananı car eləyərik darıxma. Bizə köməkdir məzlumların pənahi. Meyxanada söz şairin silahi. Bizə o qədər qüvvət verər ilahi. Yox yerdən də var eləyərik darıxma. Yox yerdən də var eləyərik darıxma. Heç yanda yoxdur bizi sevməyənlər. İndi çox azdır düzü sözməyənlər. İndi çox azdır düzü sevməyənlər. Hardasa olsa sözü sevməyənlər. Onları həvəskar eləyərik darıxma. Onları həvəskar eləyərik darıxma. Meyxananı car eləyərik darıxma. Meyxananı car eləyərik darıxma. Görüm nədir qərarı. Mən özümü tutmayıram yuxarı. Amir sönüm görüm nədir qərarı. Meclis bizim əcəb gedir axarı. Sesimiz bizim də çatmasa yuxarı. Biz utanıb ar eləyərik darıxma. Biz utanıb ar eləyərik darıxma. Xalqı xəbərdar eləyərik darıxma. Meyxananı car eləyərik. Xəbərdar eləyərik darıxma. Yandırmışam bunların çıxırı ahari. Gözləyirlər burada haz nahari. Görsən səsləri çıxmır yuxarı. Biz səni vadar eləyərik darıxma. Biz səni vadar eləyərik darıxma. Yox yerdən var eləyərik darıxma. Hər şeyi aşkar eləyərik darıxma. Natir itimlər axtarır sadəcə. 6, 8, 9 vurursan necə? Axırı gələr ortaq məxrəcə. Bir ölçü miqdar eləyərik darıxma. Bir ölçü miqdar eləyərik darıxma. Meyxananı car eləyərik darıxma. Meyxananı car eləyərik darıxma.
özümüzə. Natiq yaxşı baxmasınız üzümüzə. Üzümüzü yanvar eləyərik darıxmə. Üzümüzü yanvar eləyərik darıxmə. Meyxananı icar eləyərik darıxmə. Meyxananı icar eləyərik darıxma. Meyxananı icar eləyərik darıxma. Xalq qulaq asır ki yəqin sözümüzə. Aşıq olmayıb ki qaşı gözümüzə. Səni də bir gün həmkar edib özümüzə. Səni də işbarədən qoşub özümüzə. Özümüzlə həmkar eləyərik darıxma. Özümüzlə həmkar eləyərik darıxma. Meyxananı icar eləyərik darıxma. İnsan gərəkdir insana sığınsın. Arzu edin torpağımız alınsın. Bu ritimlər Qarabağda çalınsın. Yağını tarimar eləyərik darıxma. Yağını tarimar eləyərik darıxma. Meyxananı icar eləyərik darıxma. Meyxana ustadları, bülbül kimi var belə fəryadları. Biri gedib Azəri evlatları, biri gedir Azəri evlatları. Düşmənləri xar eləyərik darıxmə. Düşmənləri xar eləyərik darıxmə. Meyxananı icar eləyərik darıxmə. Xalqı xəbərdar eləyərik darıxmə. Meyxananı icar eləyərik darıxma. Oynamıram demə yerim dar deyil. Sir var ki gizlidir hələ aşkar deyil. Kim bizə ki hələ ki havadar deyil. Onu da havadar eləyərik darıxma. Onu da havadar eləyərik darıxma.